Hər vaxtın xeyir olsun Vəfa. Bizə baxan hər bir tamaşaçını Qırğızstanın paytaxtı Bişkek şəhərindən salamlayırıq. Hazırda biz Azərbaycan-Qırğızstan dostluq münasibətlərinə həsr olunan parkdayıq və elə gördüyünüz kimi parkın girişində də yazılıb ki, Qırğızstan-Azərbaycan dostluq parkı və bu park Bişkek sakinlərinin ən sevdiyi istirahət məkanlarından biridir. Xəbər verdiyimiz kimi bugündən etibarən, aprelin 21-dən etibarən Qırğızstanda Azərbaycan mədəniyyəti günlərinə start verilir. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə baş tutan Azərbaycan mədəniyyəti günlərinin proqramı olduqca zəngindir və təbii ki, elə gözləniləndir. Çünki dünyanın hər bir yerində uğurla təmsil olunan Azərbaycan mədəniyyətinin hər dəfə proqramı zəngin keçir və bugün hamımız bilirik ki, Azərbaycan musiqisi, Azərbaycanın təqdim etdiyi tamaşalar, sənət nümunələri, xalçalarımız, milli geyimlərimiz harda oluruqsa olsun böyük maraqla qarşılanır və elə Bişkekdə də əminik ki, belə olacaq və onu da xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycan mədəniyyəti günlərini Bişkek sakinləri də böyük intizarla gözləyir. Şəhərin bir çox yerlərində bununla bağlı afişalar yer alıbdır və elə Qırğızstan Mədəniyyət Nazirliyinin rəsmi səhifələrində də bu haqda bir neçə müddətdir ki, məlumat yayımlanır və ilk tədbir bugün baş tutacaq. Günorta saatlarında sənət incilərində yaşayan Azərbaycanın milli irsi sərgisi təqdim olunacaqdır və bu sərginin keçirilməsində məqsəd Azərbaycanın milli irsinin tanıdılmasıdır və xüsusilə qeyd etmək lazımdır ki, sərgi Azərbaycanın görkəmli rəssamı 19-cu əsrdə yaşamış Mirzə Qədim İrəvaninin 200 illiyinə həsr olunubdur. Amma bu sərgidə nəinki bu rəssamın sənət nümunələri, hansılar ki, bizim milli muzeylərdə saxlanılır. Eyni zamanda digər sənətkarlarımızın, təsviri sənət sənətkarlarımızın əl işləri də yer alıbdır və ümumiyyətlə bizim təsviri sənət nümunələrimiz təqdim olunacaqdır Bişkek sakinlərinə Qırğızstan Milli İncəsənət Muzeyində. Axşam saatlarında isə Azərbaycan mədəniyyəti günlərinin rəsmi, təntənəli açılış mərasimi baş tutacaqdır və xüsusilə qeyd etmək lazımdır ki, Bişkekə başda Azərbaycan Respublikasının Mədəniyyət Naziri olmaqla təxminən 150-yə yaxın nümayəndə heyəti təşrif buyurubdur və bugün rəsmi təntənəli açılış mərasimində konsert proqramı təqdim olunacaq. Bizim tanınmış incəsənət ustalarının iştirakı ilə və bu konsert proqramında həm Azərbaycanın, həm də Qırğız bəstəkarlarının musiqi əsərləri səslənəcək. Həmçinin Azərbaycan Dövlət Rəqs Ansamblı bizim milli rəqslərimizi təqdim edəcək. Qarabağ Ansamblı iştirak edəcəkdir bu konsert mərasimində. Ayın 25-nə qədər davam edəcək Azərbaycan mədəniyyəti günləri çərçivəsində isə həmişə olduğu kimi bizim ən layiqli və maraqlı sənət nümunələrimiz təqdim olunacaq. Bunların içində xalçalarımız da var, həmçinin ədəbiyyat nümunələrimiz də var. Bəxtiyar Vahabzadənin yubileyi münasibəti ilə onun kitab təqdimatı keçiriləcəkdir. Eyni zamanda Pantomima Teatrının aktyoru, rejissoru Ceyhun Dadaşovun ustad dərsi də nəzərdə tutulub təqdimatı. Və eyni zamanda Qırğızstanın akademik orkestrinin ifasında yenə qeyd etdiyim kimi Azərbaycanın və Qırğız bəstəkarlarının əsərləri səslənəcək. Dirijoru isə bu konsertin əməkdar artist, tanınmış bizim dirijorumuz Eyüp Quliyev olacaqdır. Daha ətraflı proqram haqqında yaxın günlərdə sizə yenə məlumat verəcəyik. Odur ki, Real TV-ni izləməkdə qalın.